direktor içəridədir, müəllimlər içəridədir. Heç biri qapını açmır. Bu məktəbdə dünən səhər mənim uşağımın qolu 7 yerdə sınıb. Mənim uşağıma buradan bura bıçaq çəkilib. Gəlmişəm jurnalistlərlə. Heç biri qapını açmır. Bu da öz başınalıq. Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 239 sayılı orta məktəbdə 7B sinif şagirdləri arasında baş verən davadalaşda Nəsilli Hüseyin sinif yoldaşı olan Yusif Tağıyevə xəsarət yetirərək onun sol qol nahiyəsinin 2 yerdən sınmasına səbəb olmuşdur. Yusifin bildirdiyinə görə Nəsilli Hüseyinin törətdiyi bu əməl azmış kimi, eyni zamanda Yusifin ayaq nahiyəsinə də küt alətlə xəsarət yetirir. Baş verən hadisələrin fonunda isə məktəb direktoru Fərəcova Nisə və 7B sinifinin rəhbəri Mehriban müəllimə hadisəni xəsarət almış uşağın valideynindən və hüquq mühafizə orqanlarından gizlətməyə çalışıblar. Bu isə birbaşa məktəb direktoru Nisə Fərəcovanın həm məsuliyyətsizliyi, həm də məktəbdə baş verən hadisələrə biganə yanaşmasının bariz nümunəsidir. Görürsünüz, məktəbdədirlər. Heç biri qapını açmır, direktor içəridədir, müəllimlər içəridədir. Heç biri qapını açmır. Bu məktəbdə dünən səhər mənim uşağımın qolu 7 yerdə sınıb. Mənim uşağıma buradan bura bıçaq çəkilib. Gəlmişəm jurnalistlərlə. Heç biri qapını açmır. Bu da öz başınalıq. Təzə direktor gəlib buraya öz başınalıq eləyir. Kimdir bunun arxasında duran ki, bu boyda mediaya qapı açmırlar. Baxın, açmırlar. Şikayətçi olan valideyn məktəb rəhbərliyi tərəfindən oğlunun əlinin sındırılmasını ört-basdır edilməsinə etiraz edərək Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdi. Qısa bir müddətdən sonra polis əməkdaşları hadisə yerinə gəldi. Mənim uşağımın dünən başına belə bir hadisə gəldi. Niyə mənim məlumatım yoxdur? Mənə dedi ki, mənim məlumatım yoxdur. Cəhd dedi ki, mənim uşaqlar dedi, heç nə yoxdur. Oğlum deyirsə, gecə mən bunun zarısına ayırmışam ki, atmışam ki, qol buradan bura qara qançırma şişimlə boyda və uşağın ayağını açdım, dəli oldu. Travmatologiyada ilkin müdaxilə ayağına göstərdilər, qol əməliyyat oldu və gəlmişəm, müəllimələrə zəng edin, heç biri maraqlanmadı və gəlmişəm, heç biri qapı açıb və heç olmasa quru üzülxahlıq belə məndən istəmirlər. Abdullayeva Gülbədə Qismət qızı, mən elə Batamdaşda yaşayıram. O yaxın olduğuna görə uşağımda 239 nömrəni məktəbə qoydum bura. Dünən səhər saat 8 radələrində ilk dərslər uşaq Tağıyev Yusif Ceyhun oğlu Nəsibli Hüseynlə mübahisə ediblər. Vurub bunun qolunun üstünə yıxıb qolu sınıb bir neçə yerdən. Və küt hansısa bir alətlə ayağına bıçaq izi kimdə, yəni yarıq var. Ondan sonra bu uşağın əli sınıb və çıxıb çölə bir müəlliməyə deyib ki, mənim özümü yaxşı hiss eləmirəm, anama zəng eləyin. Deyiblər, heç nə olmaz, anava demə. Və tapşırıblar evə gələndə ki, anava demə. Dün səhər gecə yardıma müraciət ediblər. Heç bir şeyə müraciət eləməyib, məktəb heç bir şeylə maraqlanmıyıb. Polisə müraciət olunub. Heç bir şeyə müraciət olunmuyub və məndən də gizlədiblər. Gecə mən ayıldım ki, uşaq zarıyır. Yuxulu vəziyyətdə. Əlini açdım ki, uşağın əli buradan bura qara qançırma şişdi və ayağını açdım ki, ayağından qan axır. Mən dəli oldum. Səhər saat 8-də mən apardım travmatologiyada. Uşağın ayağına ilkin yardım göstərdilər və əlini əməliyyatdan gipsə, bir neçə yerdən qırıqlar var əlində. Gipsə qoydular. Və mən müəlliməyə zəng eləmişəm, öz sinif rəhbərinə. Hə, uşaqdır da olur. Necə yəni uşaqdır olur? Məktəbin direktorunun məlumatı varmı? Məktəbin direktorunda məlumatı var. Gördüyünüz kimi gəlir, heç kim qapını açmır. Yəni heç olmasa demirlər ki, üzr istəyirik. Və mənim uşağım bir sinif rəhbəri kimdir uşağın? Mehriban müəllimə. Yəni mən onlar heç olmasa məndən zəng edib əlaqə saxlasaydılar, ay valideyn, ay Gül xanım, narahat olmayın, biz bir nəsə eləyək də lazımdır, xəstəxanaya özümüzü çatdıraq. Yəni maraqlanmıyım. Səhər travmatologiyada zəng edirəm ki, uşaq narkoz əməliyyata girir. Heç kəs maraqlanmadı ki, bu uşaq orada nə edir? Mən bura, yəni sizi çağırmamın məqsədi odur ki, yəni mən o qədər abırsız, həyasız deyiləm, həyasızlıq eləyim. Amma o mən bir balamdır da, ya onu ölsəydi dünən. Bəli, bu hadisə məktəbdə baş verir. Bəli, bu məktəbdə 8-ci 7B sinifdə səhər saat 8-də ilk saatda baş verib. Bir dərsin sonuna kimi o vəziyyətdə oturmuşsunuz, yoxsa evə gəldiniz? Bəli, sonuna kimi oturdum. Yəni Ağrı hiss eləmirdin sən? Hiss edirdim, prosto səs dayanmışdım.
Bəli. Və direktor səni çağırmadı otağına ki, Xeyr, nə hadisə baş məlumat- verib. Və sinif rəhbərinin bir məlumatı var bu haqqda? Var, onun ki, şey, zəng hə, onun Zəng elədim, səhər zəng Yox, elədim sinif rəhbəri özü sizə məlumat verdi, yoxsa siz özünüz Mən məlumat ona əldə etmisiniz? məlumat verdim, güya xəbəri yox imiş kimi davrandı məndən. Amma necə bu uşaq bütün gün sinifdə zarıyıb və dönə-dönə tapşırıb ki, anava demə. Necə yəni anava demə? Müəllimlər mənə səs atdı, səsi burada durur. Xahiş edirəm Gülü xanım, heç olmasa gəlin günorta 3-ün yarısı valideynlər gəlsin, sinif rəhbəri gəlsin, direktorla danışağın. Mən gəldim və qapını açmırlar. Mən deməkdə məqsədim odur ki, bax indi gəlmişəm, bu hadisə bu məktəbdə olub. Mənim evimdə yıxılmayıb bu uşaq, ekspertiza təyin eləsinlər. Yəni səhər 8-də mən aparmışam bu uşağı mən travmatologiyaya. Dünəndən bu günə hələ həkim dedi ki, bu boyda şişlə niyə gətirmisən? Bunu gecə ilə çatdırmalıydınız. Heç bir bu qədər məsuliyyətsizlik olmaz. Ya uşağın dünən boynu qırılardı. O bıçağı bura yox, O bura soyuq silahı çəkərdi. sizə çəkəndə, bəs müəllimələrin xəbəri oldu mu onda soyuq silah var? onun xeyr. Soyuq silah nə idi ki? Nə idi Tam soyuq görə silah? bilmədim, məndə dəmir kimi qəribə bir şey var. Batdı, ətvə batı. Bəli. Hadisə yerinə gələn polis əməkdaşlarının tələbindən sonra məktəb direktoru şikayətçi olan valideyni qəbul etdi. Bir müddətdən sonra qəbuldan çıxan valideyndən məktəb direktorunun hadisəni gizlətməsi barədə səbəbini öyrəndikdə isə o bizə bunları bildirdi. Direktor mənə yaxınlaşıb deyir ki, hə uşaqdır da bizi özümüz sizi çağırdıq axı siz niyə meydi ilə gəlirsiniz, niyə polis çağırırsınız? Mən dedim mən bu boyda ayhara eləyəndən sonra siz mənə gəlsin də nə deməkdir? Siz bir dəfə səhər tezdən bu uşaq əməliyyatda olanda siz maraqlanmamısınız. Ən azından bundan qabaq Sədaqət xanım var idi burada direktor. Uşaqların bir telinə bir əsiri olanda birbaşa valideynin özünü yığırdı. Yığırdı ki, belə bir nə Məlumat olub? verirdi. Bəli, məlumat verir direktoru şəxsən özü. Bu xanım özünü elə aparır ki, öz telefonunla da yığmır hətta. Hətta polisin də nömrə yazır. Deyir, gətir mən yazdım, valideyn görməsin. Sənin nömrəni bütün valideynlər burada bilməlidir. Necə yəni sən görməsin, mən görməsim nədir? İndi hə olub da deyir, hadisədir də. Deyirəm, nətər yəni hadisədir? Uşağımın qolu yox, boynu qırılardı. Mənə cavab versinlər, vəssalam. Heç bir şeydən dönmürəm. Mən üzrxahlıq, uşağın valideyni belə çıxıb üzrxahlıq eləmir. Olub da deyir, mən şəkər adamam. Necə yəni? Mənim uşağımın boynu qırılardı. Heç bir şey açıqlama vermirlər. Deyir, olub da hadisədir. Bundan başqa mən içəridə əsəbdən ölürəm ki, nətər yəni hadisədir? Öz dövlətimə sığınıram ki, tədbir görsünlər. Ümid edirik ki, məsələ həll yolunu İnşallah, tapar. inşallah.